Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkuhu kavli. Allahumma allimna ma yenfa'na ve fa'na bima allamtana. Ya aziz kardeşler, Şeyh Nasır Səmərqəndi rahimehullahın Qəflətdə olanlara xəbərdarlıq kitabının tədrisinə davam edirik və şeyxin zikr elədiyi 43-cü mövzu əlinin altında olanlara diqqət etmək fəsilidir. Burada əlinin altında olanlar dedikdə, mulkul yemin dedikdə ən birinci qardaşlar kölələr, o vaxtı kölələrin və cariyələrin olması qəsd olunurdu və həmçinin alimlər deyib buraya nə də daxildir, insanın sahib olduğu ona möhtac olan hər bir şey. Məsələn, heyvanlar, saxladığı heyvanlar da insanın bura daxildir. Məsələn, peki birinin atı var, miniyi var, dəvəsi var və yaxud mal-qarası var. Onlara diqqət etmək, bu hamısı bura daxildir. Və ilk olaraq Əbu Zər radiyallahu anhudan olan hədisi gətirir və Əbu Zər radiyallahu anhu deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellemin, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmlə olan bir qissəsini gətirir. Deyir ki, o olub öz köləsini onu qəzəbləndirir. Deyir, onu söydüm, deyir. Rasulullah sallallahu aleyhi və səlləm və yaxud bir rivayətdə gəlir ki, vurdum. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, onlar sizin qardaşlarınızdır. Yəni o kölələr, müsəlman kölələr sizin qardaşlarınızdır. Allah azə və cəllə onları sizin əlinizin altında edib. Sizin qardaşı, kimin qardaşı onun əlinin altındadırsa, öz yediyindən ona yedirsin, öz geyindiyindən onlara geyindirsin. Onları gücləri çatdığından daha artığına yükləməyin. Əgər yükləsəniz, onlara özünüz də o işdə yardım edin. Yəni, onlara o işlərində yardım edin. Başqa rivayətdə gəlir ki, əgər onlar sizi şübhələndirən bir işlər edərlərsə, o zaman onları satmaqla qurtarın. Yəni, döymək, vurmaq, köləni vurmaq, döymək bu həll yolu deyil. Lakin onları satmaqla onlardan qurtarın. Bir kişi deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur ki, ya Rasulallah, xidmətçinin neçə xətasını əff edək? Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, gündə 70 xətasını əff elə. 70 dəfə sənə qarşı xəta edərsə, onu əff edir. Yəni, qardaşlar, bu hətta kölədir, yəni, hansı ki, heç bir salahiyyəti yoxdur. Ona qarşı dinimiz belə mərhəmətli davranmağı əmr edirsə, biz əlimizin altında işləyən işçilərə, hansı ki, onun sənin kölən deyil, müstəqil, azad insandır, hür bir insandır, sadəcə səndən maaş alır, işləyir. Sən onunla necə davranmalısan? Bəziləri var, xüsusən bəzi ölkələrdə işləyirsən, insanlar səhərdən axşama tez ol işlədir, elə bir şəkildə işlədir ki, kölədən pis davranır sənlə. Yəni, sən hansı ki, mühür adamsa istədiyin vaxt o işi tərk edə bilərsən, çıxa bilərsən, amma səninlə o bir insan kimi deyil, bir müsəlman qardaşı kimi deyil, bir kölədən də daha betəri şəkildə davranır. Baxın, Rasulullah s.ə.v deyir ki, onları gücü çatmayan şeylə yükləməyin. Əgər yükləmə məcburiyyətində olarsınızsa, özünüz də onlara yardım edin. O işi bitirməsi üçün yardımcı olun. Və burada da, yəni xəta edəndə əff etməyi, kölərin xəta edəndə gündə 70 dəfə xətasını əff elə. Əgər bu köləyə qarşı belədirsə, işçiyə qarşı necə olmalıyıq? Köləyə qarşı belədirsə, evdə, ailə üzvlərimizə qarşı necə olmalıyıq? Uşaqlarımıza, həyat yoldaşımıza, hər xata görəndə qəzəblənmək, vurmaq, dalaşmaq olarmı? Əgər biz kölənin 70 xatasını əff etməklə əmr olunmuşuqsa, onların necə? Yəni, onlar bizim gözümüzdə kölədən daha betərdir, yəni, öz əzizlərimiz. Və əff etmək, bağışlamaq və insanların xatasına qarşı səbir olmaq İslamın əmr etdiyi gözəl əxlaqdandır. Qatadə rahiməhullahdan gələn hədisdə, bu hədis sabit hədisdir. Əslində hədisi İbn Macə rivayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləmin ən axırıncı duası
ən axırıncı vəsiyyəti daha doğrusu. Rasulullah s.a.v-in son nəfəsində dediyi nə olur? As-salə, as-salə və mə mələkət əymənukum. Sizə namazı tövsiyə edirəm, sizə namazı tövsiyə edirəm, bir də əlinizin altında olanlara diqqət etmənizi tövsiyə edirəm. Rasulullah s.a.v bizə son nəfəsində belə onları tövsiyə edir. Onlardan sorumluluq daşıdığımızı bizə xəbər vermişdir. Əli radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bir xütbə verdiyidir. Eşitdim ki, Peyğəmbər sallallahu xütbəsində belə deyir. Ey insanlar, əlinizin altında olanlara diqqət edin, öz yediyinizdən onları yedizdirin, öz geyindiyiniz libasdan onlara da geyindirin. Onları gücü çatmayan şeylərə yükləməyin. Çünki onlar da qan və ətdəndir və sizin kimi bir yaradılmış məxluqdular. Ələ mən zələməhum ənə xasmuhum yevməl qiyamə vallahu hakimuhum. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin sonunda deyir ki, bilin ki, kim onlara zülm edərsə, əlinin altında olanlara zülm edərsə, qiyamət kimi onun xasmı mənəm və hakim də Allah azə və cəllədir. Allah qorusun o gündən ki, o gündə nə dinar, nə dirhəm keçmir, sənə qarşı şikayətçi olan Rasulullah s.a.v-dir. Və hakim də Allah azə və cəllədir. Orada nicat, orada qurtuluş yoxdur. Heç kəs o məhkəməyə düşməməsi, kimsə o məhkəməyə düşməyini istəmirsə, neynəsin? O zaman zülmdən çəkinsin, əlinin altında olanlara zülm etməkdən çəkinsin. Avun ibn Abdillah rahiməhullah sələf imamlarından deyir, köləsi deyir, günah işləyəndə, ona asi olanda deyərdi ki, sən öz ağana necə də bənzəyirsən. Gör, necə, yəni demir ki, sən niyə mənə asi olursan, niyə sözümə baxmırsan? Kölədir, buyurur, məsələn, kölə sözünə baxmır. Nə deyərmiş? Sən öz ağana necə də bənzəyirsən, yəni özünü qəst edir. Yəni, mən də Rəbbimə asi oluram, mən də günahkar qulam. Yəni, bu insanın xislətidir. Gör, necə əff etmək üçün hansı kəlməni işlədirmiş. Sən öz ağana asi olursan mənə, mən də öz Rəbbimə, öz ağama, Rəbbimə asi oluram. Yəni, bu onların halı idi. Başqa bir hədisdə Peyğəmbər s.a.v. buyurur ki, əlinizin altında olan kölələrə diqqət edin, onları qoruyun, onları yediyinizdən yedirdin, geyindiyiniz libaslardan onlara geyindirin. Əgər onlar bir günah edərsə, əgər onlar bir günah işləyərlərsə və siz də onları əff etmək istəməzsinizsə, nə deyir? O zaman vurun, deyir, xeyr, deyir. O zaman onları satın. Amma Allahın qullarına, deyir, Allahın yaratdıqlarına əzab verməyin. Təhəmmül eləmirsən, onun asiliyinə dözə bilmirsən, o zaman ondan qurtul. Lakin onu nədir? Ona əzab vermə. Əli radiyallahu anh'a varid olur ki, Əli radiyallahu anh'u bir gün öz köləsini bir dəfə çağırır, səsləyir, cavab vermir, 2 dəfə səsləyir, cavab vermir, 3 dəfə səsləyir, cavab vermir. Sonra onun yanına gəlir. Deyir ki, mən səni, deyir, ey oğlan, mən səni çağırmadım mı? O deyir, bəli. Deyir, o zaman nə üçün mənə cavab vermədin? Deyir, çünki mən sənin cəzandan əminəm, deyir. Əli radiyallahu anh. Mən bilirəm ki, sən mənə cəza verməzsən. Ona görə tənbəllik elədim. Sənin kimi insan köləsinə əzab verməz, cəza verməz. O da məni tənbəlliyə vadar elədi. Sənə cavab verməyə tənbəllik etdim. Əli radiyallahu anh deyir, get deyir, səni Allah üçün azad edirəm. Subhanallah. Baxın, onların əxlaqı bu idi. Osman radiyallahu anh deyir ki, bir gün Osman radiyallahu anh onun köləsi onu günah işləyir, bir xəta işləyir. Osman radiyallahu anh da onun qulağını çəkir. Qulağını çəkəndən sonra etdiyi əmələ peşman olur. Deyir ki, xidmətçisinə, köləsinə deyir ki, qalıq, mənim qulağımı var gücünlə çək, deyir. Mənim qulağımı var gücünlə çək, bəlkə Allah azə və cəllə o zaman məni əff eləyə, sənə qarşı etdiyimə görə. Və köləsi deyir ki, ey ağam, deyir, mən də, deyir, o din gününün
qiyamət gününün sahibi olan Allahdan mən də qorxuram. Sən qorxduğun kimi mən də ondan qorxuram. Ona görə də deyir, mən sənin qulağını çəkmirəm. Mən səni əfv edirəm ki, Allah da bəlkə məni əfv edə. Kölə də iman sahibi olur deyə gözəl şəkildə cavab verir. Başqa bir hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, 3 sınıf insan var ki, onların 2 əcri var. Birincisi, kimin bir cariyəsi varsa, onu ədəbləndirərsə, cariyəsini, qulluqçusunu ədəbləndirərsə, ona gözəl ədəb verərsə və sonra onu azad edib onunla evlənərsə, onun üçün 2 əcr var. Və kim ki, kitab əhlindən olan bir kişi öz peyğəmbərinə iman gətirər, sonra da Peyğəmbər sallallahu aleyhi ve sellem adını eşidər, Peyğəmbər sallallahu aleyhi ve sellemə iman gətirərsə, yəni müsəlman olarsa, onun üçün də 2 əcr vardır. Və o kişi ki, kölədir, Allahın haqqını da yerinə yetirir, müsəlman kölədir, Allahın haqqını da yerinə yetirir və öz ağasının haqqını da yerinə yetirir, onun üçün də 2 əcr vardır. Həsən-ül Basri rahimehullaha sual verirlər ki, əgər bir köləni ağası bir iş üçün buyurarsa, təcili bir iş üçün göndərərsə və namaz vaxtı gələrsə, o ağasının mı ehtiyacını ödəmək üçün getsin, yoxsa cəmaat namazına mı getsin? Deyir ki, Həsən-ül Basri rahimehullah deyir ki, ağasının ehtiyacını ödəmək üçün getsin. Lakin Şeyx Nasr Səmərqand rahimehullah buyurur ki, burada deyir, məqsəd odur ki, əgər vaxtda varsa, namazın vaxtına varsa, lakin namazın vaxtı qəzaya getmə ehtimalı varsa, o zaman Allahın haqqı öncə gəlir. Çünki Allaha asi olan şeylərdə məxluqa itayət yoxdur. Allahın haqqını ödəyir, sonra isə ağasının haqqını ödəyir. Və son şeyx bir də gətirir ki, burada qardaşlar, bəzi əsərlər gətirir. Onlar da, hətta hədislər də var bu barədə. Hətta bu əfv etmək, yəni o gözəl davranmaq nəinki insanlara, hətta heyvanlara da aiddir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, dəxələt imraatun nara fi hirratin ləhə rabatəthə fil beyti, ləm tut'imhə və ləm təskihə və ləm tursilhə və təəkulə min xəşəşil ardı həttə mətət. Deyir, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, bir qadın bir pişik üzündən cəhənnəmə daxil oldu. Onu evində bağlı saxladı, onu yedirtmədi, içirtmədi, nə də açıq buraxmadı ki, yeryüzündə olanlardan yesin, ta ki ölənə qədər. O səbəbdən qadın hara daxil olur? Cəhənnəmə daxil olur. Və başqa bir ləfzdə gəlir ki, sələflərdən biri görür ki, bir nəfər dəvəsini bağlayıb, günün orta vaxtı və gedib ehtiyacını buraxıb gedibdir. Və həmin adam gedir, sonra qayıdır, görür ki, dəvə yenə bağlıdır. Dəvə sahibinə deyir ki, sən bu dəvəni bu gün ərzində yedirtmədinmi? Deyir, xeyr. Deyir, bil ki, deyir, qiyamət günü o dəvə nədir? Sənin xasımındır. Haqqını səndən istəyəcək. Necə ki, başqa hədisdə gəlir ki, o gün hətta heç nəyin haqqı insanın üzərində qalmayacaq. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem hətta kəsdiyin bir heyvan üçün bizə nəyə əmr eləyir? Gözəl, hansı ki, öldürürsən, kəsirsən, bir qoyun kəsirsən, onu belə gözəl şəkildə əda etməyi əmr edir. Və izə qatəltum fə əhsinul qitlə və izə zəbəhtum fə əhsinu zibhə. Heyvanı kəsdiyiniz zaman gözəl şəkildə kəsin deyir. Sizdən biriniz kəsdiyi heyvanın bıçağını itiləsin. Heyvanın gözünün qabağında bıçaq itiləməyi dinimiz qadağan edib. Heyvanın gözünün qabağında bıçaq itilməz. Birinin gözünün qabağında digərini öldürmək olmaz. Qadağan olunub bu işlər. Birinin heyvanı kəsdin, o bir heyvan baxa-baxa. Sonra onu kəsəcək, onu da kəsəcəksən. Bu da yasaqdır dinimizdə. Olmaz. Baxın, dinimiz o dərəcədə bizə əmr edir. Və insan bəzən heyvanlara qarşı mərhəməti üzündən Allah azə və cələ onu bağışlayır. Necə ki, hədisdə gəlir, bir dənə zinakar qadın, bir itə su verdiyinə görə Allah azə və cələ onun etdiyi günahlara bağışlayır. Sundan yanan bir itə quyudan su çıxarıb verdiyinə görə Allah azə və cəllə onun günahlarını bağışlayır. Heyvanlara qarşı bu şəkildə
mərhəmətli olmağı əmr edən dinimiz insanlara qarşı necə olmağı əmr edir. Yəni, insan əlinin altında olanlara, sorumluluq daşıdığı insanlara qarşı daima diqqətli olmalıdır. Bilməlidir ki, Allah Azze və Cəllə onların hesabını soruşacaq səndən. O insanlara ki, sən sahibsən, o məxluqlara görə sən cavab deyilsən, onların hesabını verəcəksən. Onlara etdiyin hər yaxşılığa görə savab qazandığın kimi etdiyin hər yanlışa görə də hesab verəcəksən. Allah istəyir bildiyi şey faydalardan eləsin. Eşit yaxşına tabi olanlardan eləsin. Subhanakallahu və həmd eşidən nə elən əstəğfirullah.